savaşlarında canına deltan olan günahsız insanları gördük. Bizi gözüden içinde kaynanaya gülümseyen, baş verenleri özlerinin dava oyunu kimi karşılayan kiçik yaşlı kahramanları gördük. Can verende kızım için darkıram diyen askeri gördük. Körpe balalarının çoraplarını dibinde gezdirip, dövüşe girende onları öpen askeri gördük. Hospitalda can vererken, "Akıl niye Şuşan'ı görmedim" deyip, Kızılcan'da yaralanan askeri gördük. Özü ağır yaralansa da, dövüş yoldaşına ölümden kurtaran askeri gördük. "Siz evlisiniz, mense subay" diyerek, İleri keçip zabit heyetini ölümden kurtaran, Ermeni generalını öldürüp Polat Həsimov'un qisasını alan askeri gördük. Yırtık ayakkabıyla asan hizmete gelip pensiyasını askerlere gönderen kocanı gördük. Eğilip oğlunun cenazesi getirilen yolu öpen ve "Südüm sana halal olsun oğul" diyen anıları gördük. Sen idmanla meşgul olmuşsan, canavar kimi öldür onları mehvet diye nevesine ruh veren neneni gördük. Dövüşe gitmek için Hərbi Çağırış Komissiyasının işçileriyle dalaşan oğulları gördük. Dövüş bölgesine gönüllü yollanan hekim kız gelinleri gördük. Özünün cehiz yorgan döşeğini asker kardeşlerine gönderen kızları gördük. Geceler mutsuz kalıp asker evladları için yemeğe hazırlayan analары gördük. Cibinin belki de son manatıyla asker kardeşlerine çorap, elcek, sigaret alıp yollayan, aparan oğulları gördük. Anasının evde hazırladığı mürebbet ve kompotları kucağına yığıp yol kenarında dayanan, gelip gelen askerlere paylayan uşakları gördük. Şehit oğlunun nəsi tapılsın, torpağa tapsırabilsin diye kurban diyen anaları gördük. Defelerle kızına elçi gelse de kızını demeyen ve hemin oğlanın gazi olduğunu eşidende "Oğlana haber verin gelsin, kız onundur" diyen ataları gördük. Oğlunun birini defnedip kaydanda oğlu oğlunun nəsini karşılayan ananı gördük. Nikahın aktif sahiplerinin elçilere temennasız münasibetini gördük. Güneyli kardeşlerimizin Araz'ın o tayından galebeye sesleyen araylarını eşittik. Bu taya uzanan ellerini gördük. Havalar biraz da soğuyan kimi, yağış yağan kimi, askerim soyuktadır, İstanır deyip yatağında ilan kimi kıvrılan milyonlarla soydaşımızı ve kardeş ülkelerin Azerbaycan sever insanlarını gördük. Eli dolu olmuyor "Ben vətən üçün hiç neyde bilmedim" diyen kahraman gazileri gördük. Yüreğinde kalpe ola "Bu vətənə yüreğim kurban" diyen askeri gördük. Askerine "Bu benim kardeşimdir" diyen generalı gördük. Eyni səngərdə döyüşen ata oğulları gördük. Bütün təzyiqləri mətanətlə dəf ederek siyasi güçleri susturmalı bacaran devlet başçısını, müzəffər Ali Başkomandanı gördük. Torpaq eşkini, vətən nəğməsi tek, dua kimi seslendiren Xudayarları gördük. Şehitlerimizin atasızlığı girince datmış körpe babalarının məğlub duruşunu gördük. Ve nihayet yumruk kimi birleşmiş Azerbaycan'ı ve ona destek, kardeş olan ülkeleri gördük. Bilirsiniz mi biz neleri gördük?
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziyası Mədəniyyət Qanunu Birgə Təşkilatçılığı ilə bizi birləşdirən mədəniyyət verilişində xoş gördük sizləri. Bugünkü mövzumuz Xocalı musiqidə adlı mövzuya həsr olunur. İlk olaraq istəyərdim sizə qonaqlarımızı təqdim edək. Bugün müstəqil qüdrətli Azərbaycanımızda yaşamaq, yaratmaq çox qürur vericidir. Bir neçə il bundan öncə bizi birləşdirən mədəniyyət verilişində biz Xocalı ilə bağlı mövzu həsr etmişdik. Amma o veriliş bizim çox nisgillərdən qüssə ilə yad edirdik. Amma bugün müstəqil, firavan Azərbaycanın bir vətəndaşı kimi böyük qürur hissi ilə deyilik ki, biz düşmən taxtağı altında qalan torpaqlarımızı azad etmişik. 44 günlük bu zəfərimiz sübut etdi ki, bizim dövlətimiz, xalqımız qüdrətlidir. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə şücaətli ordumuzun məhz qüdrətli sayəsində, şəhidlərimizin qanı, canı sayəsində məhz torpaqlarımız düşmən taxtlarından azad olundu. Və bugün biz şanlı tariximizə nəzər yetirəndə təbii ki, bütün Azərbaycanımızın tarixində hər zaman bir nisbil günümüz var. Bu Xocalı illər ötsə də heç bir Azərbaycanın qəlbindən və fikrindən çıxmayacaq. Çünki bu hadisə bütün Azərbaycanlıların əbədi olaraq qan yaddaşına çevrilmişdir. Musiqi ictimaiyyətində, istər ədəbiyyatımızda bir çox pyeslər yazılmışdır, simfonik oratoriyalar, musiqili kompozisiyalar təqdim olunmuşdur. Bugün siz hər üçünüz də Azərbaycan musiqisində, Azərbaycan bəstəkarlıq məktəbində kifayət qədər xidmətləri olmuş və eyni zamanda bugünkü gənc nəslə bariz nümunələrsiniz. Mən buna görə sizə təşəkkürümü bildirəm. Elnur xanım, təbii ki, o zamanlar istər 20 yanvar hadisələri, istər bu Xocalı hadisələri hər bir Azərbaycanlı kimi bir musiqiçilərdə də çox böyük bir iz qoydu. Bir neçə Azərbaycan bəstəkarları da bu Xocalı hadisəsinə öz töhfələrini verdilər. İstərdim elə sizdən başlayaq. Bu hadisələr fonunda necə oldu bu əsər yarandı, zəhmət olmuşlar sizə özün ətraflı tanışarsınız. Televiziya böyük qüvvədir. Bilirsiniz ki, televiziya yayınlarına baxanda insan tərbiyəsini də alır, informasiyasını da alır, tarixindən də xəbərdar olur. Ona görə bunu həmişə nəzərdə saxlamaq lazımdır. Əgər bugün mən burada bu studiyadayımsa, o zaman televiziya ekranından yayınlanmış kadrları görəndən sonra Xocalıda xronika çəkilmişdi. Və o körpələri buzun üstündə donmuş görəndə təbii ki, normal bir insan kimi, ana kimi, vətəndaş kimi videona qala bilməzdim. Mən dərhal durdum və uşaqlıqda Şalı nənənin mənə oxuduğu layılar nədənsə düşdü mənim yadıma, xatirimə. Çünki o navazişi ki, mən nənəmdən görmüşdüm, saçımı sıralıydı, laylayı oxuyurdu. Və bilirsiniz ki, ana folklorumuzda da laylay qoruyucu rəmzdir. Mən bilmirdim necə o balaları qorumaq olar, artıq biz onları itirmişdik. Amma keçdim rayal arxasına və Xocalı laylasını yazdım. Nənəmin oxuduğu o layların əsasında. Və nədənsə nə orkestr, nə rayal, nə səs, heç bir şey istəmədim. Ancaq Arzanın yıxasında istədim. Niyə? Sonradan özümü təhlil edəndə niyə mən belə seçim elədim? Anladım ki, o nəhəng alət bəlkə də o uşaqları qucaqlaya bilərdi, bəlkə də məni ovundura bilərdi. Çünki
nə insanın səsi onlara çatırdı, artıq biz onları faciəli şəkildə itirmişdik. Arqan haradasa məni ovundurdu və bilirsiniz, qəribə bir tərs mütənasiblik, zərif bir olay və nəhəng bir alət. Çünki o uşaqların nəvazişə, qorunmaya çox böyük ehtiyacları var idi. Amma biz onları eləyə bilməmişdik. Haradasa özümüzü çox günahkar da hesab edirdik, hər mənada. Hərdən mən düşünürəm ki, bəlkə də bizlərə danışsaydılar ki, 20-ci əsrin əvvəlindən ta bizim yaşadığımız o 92-ci iləcən nə qədər başımıza faciələr gətirib, bəlkə də biz daha ayıq olardık, bəlkə də onları qoruya bilərdik. Çünki hətta mən sonradan qulaq asdığım internetdə yerləşdirilən materiallara baxanda gördüm ki, xaraylar olub, deyiblər, amma hansısa səslər də o xarayların üstündən xət çəkib ki, panikaya salmayın heç kimi, panika qaldırmayın. Haradasa bizim doğrudan da şuur altımızda o təmkin var idi. Biz inanmırdıq ki, bu vəhşiliyi insan törədir. Doğrudan da insan şuuruna, insanın hisslərinə otura biləcək bir zid bir şeydir. Bilirsiniz, yenə də bir müəllim olaraq, ana olaraq, psixologiya olaraq bir 30 il olar artıq insanlar düşünür ki, hansı zəka daha üstündür? Adi zəka mı, yoxsa empatiyası olan zəka və üstünlüyü empatiya olan zəkaya verirlər. Çünki bir insan digər insanın çəkdiyi işgəncəni duyarsa, anlayarsa, o işgəncəni ona yaşatmaz. Amma o duyğudan məhrummdursa, nə deyirsiniz eləyə bilər? Tamamilə sizlə razıyam, Elnur xanım. Bilirsiniz necə? Bu biz hər zaman bu tarixə nəzər yetirəndə, elə ötən əsrdə də, onlar heç vaxt öz əqidələrini dəyişmir. Bəli, bugün biz alınaçıq bir dövlətik, alınaçıq bir xalqı. Amma yenə də dediyim kimi, biz bunu tarixdən silə bilməliyik. Biz bunu hər zaman, nə yaxşı ki o kadrlar var, o kadrlara biz baxanda görürük ki, bu qədər vəhşilik, bu qədər nifrət, ağlı sığılacaq dərəcədə deyil, bu işgəncə. Amma musiqi təsəlli yerinizdir. Nazım müəllim, siz də bu istiqamətdə, əvvəla mən sizə təşəkkür edirəm, Xocalıya dair siz çox gözəl nümunələr yaratmışsınız. O nümunələri mən dəfələrlə dinləmişəm, dinləyirəm də. O sanki sizin zəkanızdan, ruhunuzdan süzülərək o notlar üzərində yaranıb və bu bir bariz nümunə olaraq artıq gələcək nəsləri bir tək olur. Sizə də təbii ki, bütün bu proseslər bir musiqi pis təsir edir. Nazım müəllim, xalq çalğı alətləri orkestri ümumiyyətlə özü çox spesifik bir orkestrdir və bu orkestr üçün işləmək, onun xüsusiyyətinə bələd olmamışdan öncə gərək o milli vətənpərvərlik duyğusu. Misal üçün, mən Elnur xanımın döyüş cəngisində ifa eləmişəm də, yeri gəlmişəm sizə təşəkkürünü bilirəm. Çünki onu o gözəl, elə gözəl orkestrləşdirmişsiniz ki, o xalq çalğı alətləri orkestr üçün. Və eyni zamanda onu qeyd etməliyəm ki, məhz ilk bəstəkarsınız ki, xalq çalğı alətləri orkestr üçün onu işləmişsiniz, bu nümunənizdir. Deyədim ki, daha ətraflı özünüz danışırsınız. Görün, Xocalı şikəstəsi iki xanəndə və xalq çalğı alətləri orkestr üçün yazılan əsərdir. Bu əsəri bizim dəyərli xanəndələrimiz Gülyanax və Gülyas xanım Məmmədovaları ifa ediblər. Müslüm Mövməyev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının xalq çalğı alətləri orkestrinin müşayiəti ilə. Ağaverdi Paşayevi diricoluğu ilə. Bu əsər ifa olunandan sonra məndə belə bir his yarandı ki, bu əsəri mən yox, bu əsəri elə Gülyas xanım, Gülyanax xanım və bütün orkestr yaradır. Məndə belə bir təsir yaratdı. Və bu günə qədər də hərdən bir bu əsərlərə qulaq asanda, dinləyəndə inanıyorum sizi, məndə elə bir hisslər yaranır ki, sanki bu Xocalı faciəsi mənim gözümün önündə bu dəqiqə canlanır.
bəstəkarlarımız bundan sonra Xocalıya aid yeni mübariz ruhlu əsərlər yazacaqlar. Amma siz qeyd etdiyiniz kimi bu faciə heç unudulmayacaq. Bu, hər bir Azərbaycanlı qəlbində sağalmayan bir izdir. Həkk olur bizim qəlbimizə. Xocalı şəstəsindən əlavə olaraq ondan əvvəl Xocalı operası yazmışam mən. Siz bilirsiniz, sizin barədə söhbətimiz olub bizim. Həmin operada bir çox səhnələr vardı ki, o səhnələr bu dəqiqədə mənim gözümün önündədir. Çünki bu səhnələri televiziya vasitəsilə hər kəs görür. Heç bir kəsin diqqətindən bu səhnələr bu gündə gözünün önündən getmir. Çünki bu böyük qəvadır. Bu, dünyada mistik görünməyən bir faciədir. Bizim başımıza gəlmişdir. Şükürlər olsun ki, bugün həmin öz torpaqlarımız qayıdıbdır, orada pozulu işlər gedir və bundan sonra Xocalıya, ümumiyyətlə Qarabağımıza, Azərbaycanımızın hər bir torpağına gözəl, mübarizə ruhlu əsərlər yaranacaq və bu bir daha da sübut edəcək ki, bu torpaqların hər bir qarıcı bizimdir. Təşəkkür edirəm sizə. Təbii ki, arzu ediləndir ki, Azərbaycan bəstəkarları, Azərbaycan şairləri bu zəfərimizlə bağlı çox nümunələr təqdim etsinlər. Çünki biz həqiqətən də qürurlu bir xalqıq. Azad müəllim, siz Azərbaycan bəstəkarlıq məktəbində böyük bir məktəb olan hər ikiniz Qara Qarayevin davamçılarısınız. Qara Qarayev məktəbinin bu günləri gənc nəslə təqdim edirsiniz. Təşəkkürüm bildirəm sizə. O zamanlar mən Azərbaycan Televiziyasının mədəniyyət planında çalışdığım zamanda deməli Xocalı yol gözləyir musiqili kompozisiyası çox böyük musiqi ictimaiyyəti arasında, ümumiyyətlə televiziya tamaşaçıları arasında çox böyük rəğbətlə qarşılanır. Bəstəkarlar İttifaqında bunun təqdimatı da oldu, doğrudan da tədbirə layiqdir. Orada həm simfonizm elementləri, eyni zamanda milli muğam, folklor sənəti, eyni zamanda xoreografi, çox bəli, libretta müəllifi Abdullah Qurbaniyə məxsusdur və bugün biz xoşbəxtlik, bir daha vurduruq, artıq azad, firavan bir ölkədə yaşayırıq. Onların da ruhu şaddır. Bugün düşmən tapdağı altında olan torpaqlarımız azaddır. Təbii ki, o anda ki, siz bunu yazdınız, bəstəkar kimi qəlbinizdən keçən o hisslər, duyğular, istərdim ki, tamaşaçılara ətraflı özünüz danışırsınız. Ümumiyyətlə, mən demək istədim ki, bu şair Abdullah Qurbani'dən bizim işbirliyimiz hələ 2011-ci ildə başladı. Sizin də yadınızdadır. Onda bizim möhtərəm prezidentimizin 50 illik yubileyi idi. Ramil müəllim təklif elədi ki, bax, belə bir şairimiz var Abdullah Qurbani. O bir dənə şeir yazıb ki, onu həsr edək. Mədəniyyət sizi birləşdirir. Bəli, İlhamlı Günləri Azərbaycanı. Onda mən musiqisini yazdım. Çox da pis alınmadı, yaxşı alındı. İlk ifaçılarla, yeganə ifaçılarla Ramil müəllimdir. O vaxtdan bizim işbirliyimiz Abdullah müəllimdən başladı. Abdullah müəllim də demək istəyirəm ki, o hərbçidir. Əksəriyyət onun yazdığı əsərlər, onlar Azərbaycana hərbi mövzusu var. Onda da təklif olundu ki, Xocalı yol gözləyir. Sağ olsunlar, ASTV Azərbaycan televiziyası, onlar lentə aldılar. Onun bir çox iştirakçı var idi, orada xanəndələr də var idi. Bu, bəşərə qara ləkə, insanlığa xəyanətdir. Xocalıda baş verənlər rəzalətdir, cinayətdir. Günahkarlar cezasızdır. Ey Avropa, eşit bunu. Sen ki hakkın tərəfisən, göster hakkın olduğunu. Bələkdəki bu körpənin günahı nə, suçu nədir? İtiraf et gec də olsa, bu soyqırım faciədir. Bu soyqırım faciədir. Azad müəllim bilirsinizlər, o zamanlar Azərbaycan radiosunda çalışırdı. Bizdə bir həmkar idi. Təbii ki, ideyalar gəlirdi, müxtəlif. Qarşıdan da Xocalı artıq gəlirdi. Belə bir ideya gəldi məndə ki, Xocalı ilə bağlı bir musiqili kompozisiya. Faciədən keçən 20 illik idi. Yubileydi, 20 illik yubileydi. Amma demək istəyirəm ki, final o tamaşanın orada əzlər yetirən vətən torpağı, onun son sözü
tapdağında xar ola bilməz. Bəli, Azadlıq meydanı bugün gözləyir qalib əskəri, mərd əskəri. Yəni ki, onda artıq biz gözləyirdik ki, bu Xocalının ümumiyyətlə Qarabağı bizimdir, biz onu geri qaytaraq. Sonra 2017-ci ildə 25 ili olanda faciənin, onda böyük bir film çəkildi. Onu da Azərbaycan televiziyası çəkdi. Orada sənədi kadrlar da var. Araşdırmalar. Böyük idi. Haradasa 71 dəqiqə deyəsən, böyük əsər idi. O da bitirdi sözlərlə ki, biz gəlirik Qarabağ. Onu onda əməkdar artistimiz Bəsti Sevgiyle ifa elədi. O da çox böyük böyük bir rezonans olurdu. Bəli. Onu da biz Bəstəkarlar İttifaqı'da təqdim elədik, göstərdik. Yəni, bax, belə, tüm bu illər boyu mən Abdullah müəllimdən haradasa bir 50-60 mahnı yazmışım. Hamısı vətənpərvər. Özdə hamısı ona yönəldik ki, biz gəlirik, qaytaracağıq. Bu güvəncidə hər zaman Cənab Prezidentin çıxışından biz götürürük. Hər zaman Cənab Prezidentin sözləri ki, biz həqiqətən biz torpaqlarımızı azad edəcəyik və bu belə də oldu. Və bu güvəncilik təbii ki, Azərbaycan bəstəkarlarında, ədəbiyyatçılarında da bu ideoloji bir məsələdir. Mən hər üçünüzə bu sualı ünvanlamaq istəyirəm. Elnur xanım, təbii ki, tarixi qələbələri, tarixdə olan faciələri illər ötdükcə, əsrlər keçdikcə biz ədəbiyyatımızda, musiqimizdə, operalarımızda, baletlərimizdə görürük. Sizcə bunun nə boyda böyük bir əhəmiyyəti var? Bax, bugün Xocalı soyqırımı haqqında, bayaqları siz dediniz, Xocalı haqqında bir operanız var və sizin də əsəriniz var. Bunlar daim təbliğ olunmalıdırmı? Bir bəstəkar kimi sizin fikrinizi eşitmək istəyirəm. Təbii, mütləq. Tarixdən silinməz bir izdir. Silinməz izdir. Bir də tarixini insan bilməlidir ki, səmti dönməsin, düz hərəkətlər edə bilsin, seçimini düz elə bilsin. Mən bayaqları da dedim ki, əgər biz tariximizi daha yaxşı bilsəydik, bəlkə də o faciələri yaşamazdıq. Artıq insan özünü qoruyardı. 1992 il fevralın 26'sında xalqımız öz taleyinin ən ağır və acılı anlarından birini yaşadı. Həmin gün qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən yer hücumundan silindi. Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin işgəncələrlə öldürüldü. Meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. 20-ci əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Xocalı soyqırımının ildönümü münasibəti ilə Azərbaycan xalqına müraciətindən. Xocalıda həyəcan var, yuxusu qaçıb şəhərin, mərmi yağır beşiyinə, mışıl-mışıl körpələrin. Arxalıdır ermənilər, azğınlaşıb qan-qan deyir, torpaq verdik, çörək verdik, indi bizə yan, yan deyir. Qocaları, qadınları, ağır tanklar biçir, keçir, aman vermir amansızlar, qanımızı içir, keçir.
Xocalıda yer göy yanır, həyat baca küçə qandır. Sabah qanla açılacaq, gecə qandır, necə qandır. Qalaq cəsədlərə, süngülərdə başlara bax. Dağlar, daşlar qan ağlayır, dağlara bax, daşlara bax. Bir bəstəkar kimi isə demək istəyirəm ki, mənim üçün faciəli musiqi yazmaq daha çətindir. Çünki mən dikpin insanım. Nəinki azadlığa, nə bilim, qələbəyə yönəlmiş. Ona görə bax, mən düşünürəm ki, Xocalı artıq bizdədir. Və növbəti addım, bayaqları Azad çox gözəl dedi ki, addım-addım gəlirdik qələbəyə. Mən düşünürəm ki, bir qələbə ruhlu əsər mütləq yazılmalıdır. Və içimdə mən onu hiss edirəm. Çünki nədənsə, mən köklənməm budur da, mən faciəni daha ürək ağrısı ilə yazıram və hətta ürəyim o dərəcədə ağrıyır ki, mən düşünürəm ki, ürək xəstəsi ola bilərəm. Yəni, içimdən gələn o hisslər belə gəlmir, onlar içimi oyur, onlar məni sarsıdır. İnsan sarsılmasa ümumiyyətlə nə yaza bilər ki? Çünki vətənə sevginizdən asılıdır. Vətənə sevgi heç bir sifarişlə alınmır. Bu ya var, ya da yoxdur. Bu sizin dövlətə, xalqa bağlılığınızdır. Çünki intellekt ona görə bizdən geridədir. Bəli. Çox şey elə bilir. Amma ruhu verə bilir. Elə bilmir onu, mümkün olan deyil. Bayaq mən onu da dedim axı ki, empatiya zəkası. Empatiya zəkasını süni intellekt hardan? Qətiyyən. Mümkün deyil. Ona görə yenə də biz insanların üzərinə düşür ki, o yaşadığımız hissləri yaşadaq. Əsərlərimizlə çatdıraq. Bu həm də tərbiyədir. Demişəm və deyirəm, mədəniyyət gəlir mənbəyi deyil, mədəniyyət tərbiyə. Mədəniyyət əxlaq. Mədəniyyət insanın səviyyəli olması deməkdir. İnsanın zövqlü olması deməkdir. Tərsinə çevirmək olmaz mədəniyyəti. Tərsinə çevrilən mədəniyyət o zillətdir, o uçurumdur, mümkünsüz bir şeydir. Və düşünürəm ki, tək mən yox. Hər kəs ki, içində o hadisələrə, o qürur mənbəyimiz olan qalibiyyət yaşadan bizə, o cavanlara, o sərkərdələrə, bizim ali baş komandanımıza, nə bilim, hər kəs kim ki ürəyinin yanğısı ilə o qələbəyə bir töhfə verib, bizim onlara borcumuz var. Bəli, əbəd olaraq. Yazmalıyıq, Bəli. Çatdırmalıyıq. Onlara nə qədər sağ ol desək, onsuz da azdır. Sağ olunla iş bitmir. Onu əməllərimizdə göstərməliyik. Bəli. Mən, misal üçün, bu şəhidlərlə bağlı mən bir neçə əsər ifa eləmişəm də, elə siz də sağ olun, təşəkkür edirəm ki, o nümunəni yaratmışsınız. Amma biz onun ifalarımızla nə qədər də təqdim eləsək, azdır. Çünki o şəhidlər əbədi olaraq bizim yaddaşımızda, qan yaddaşımızda yazılır. Onlar sırasında görün, nə qədər cavanlar, gənclər, vətən uğrunda, torpaq uğrunda, öz canlarından keçiblər. Nazım müəllim, bilirsiniz, hər bir xalqın doğrudan da mədəniyyəti onun vizit kartıdır. Bu bizim faciə günlərimiz, hansı ki bu faciəli tarixdə günlər var, bizim dövlətimiz, millətimiz hər zaman o günü böyük ehtiramla yad edir, anır. Bu millətin istiqanlığıdır, ürəkdən bu məsələyə yanaşmasıdır. Siz necə düşünürsünüz? Yəni bu əsərlər yenə də təbliğ olunmalıdır. Əlbəttə. Bir əsr bundan əvvəl yazılmış Qarabağ şikəstəsi bu müharibə dövründə daha çox səsləndi. Hətta Azərbaycandan kənarda, bir çox ölkələrdə səsləndi. Və bunun da əhəmiyyəti çox böyükdür, siz də bilirsiniz. Yəni o Qarabağ bizimki idi ki, bir əsr bundan əvvəl yazılıbdı və bugün də bunu biz səsləndirik. Bunun siyasi əhəmiyyəti var. Bu gün də Xocalı ilə bağlı yazdığımız əsərlər, əgər bu əsərlər yaşayacaqsa, bundan sonra da bir neçə əsr keçsə belə sübut edəcək ki, bu torpaq bizimkidir. Əgər sizinkidirsə, bir əsər çıxardın ortalığa, Qarabağ şikəstəsi kimi bir əsər çıxardın, görün, yazmışsınız, vardır, yoxdur. Bugün
yenə də Qarabağ şikəstəsi kimi əsərlər, Xocalıya aid, torpaqlarımızın hər bir parçasına aid əsərlər yazılmalıdır ki, müəyyən bir müddətdən sonra olsun ortalığa. Mən bir balaca təvəzzülkarlıqda biraz kənarda olsa, şadım nəyə görə ki, bu Xocalı şikəstəsini yazmışam. Onunla bərabər İrəvan şikəstəsini yazmışam. Naxçıvan şikəstəsini, bu üçün də Azərbaycan televiziyasının mədəniyyət kanalı lentə alır. Lentə var. Əgər əsər doğrudan da yaşayacaqsa, xoş bizim hamımızın alınacaq. Çünki əsər yaşayacaq və hər zaman vizit kartı kimi deyiləcək şey. Bu torpaqlar deyiləcək şey. Bu torpaqlar bizimdir ki, biz bu torpaqlara, bu əsərlərə əsər edirik. Bəli. Zaman da özü Azad müəllim, özü belə ələkdən keçirdir. Hansı əsərlər ki, dinləyicilər tərəfindən, tamaşaçılar tərəfindən böyük rəğbətlə sevilir, o əsərlər təbii ki, tarixdə qalır. Misal üçün, mən 80-ci illərdə hələ bu müharibə falan başlamamışdı da, Süleyman Rüstəm və Süleyman Ələsgərovun mən ona ifa eləmişəm. Qarabağ haqqında bir mahnı balladası var. Deyir, qoymaram yad əli dəysin bağının güllərinə, mən Süleyman səndən, sən də mənimsən Qarabağ. Sən mənim doğru görən göz bəbəyimsən Qarabağ. Yəni, hələ bu, görürsünüz necə, hələ o müharibə başlamamışdı ki. Bu məsələlər yox idi, amma o şairin hissiyatı, bəstəkarın duyumu bugün də görürsünüz aktuallığını itirmir. Və yaxud Şuşa haqqında yazılan mahnılar, biz indi o devirdə biz qulaq asırıq o nümunələrə 70-ci illərdə yazılıb, 20-ci yüzilliyin 70-ci illərində. Amma onlar aktuallığını bugün də itirmir. Vətən hər zaman gözəldir, torpaq hər zaman gözəldir. O bizim qeyrətimizdir. Ona görə onları ifa etdikcə mənə elə gəlir ki, o həm aktuallığını itirmir, həm də bugünkü nəsilə belə desək çatdırır. Sizin tankçılar haqqında mahnınız var, şəhidlər haqqında bir neçə əsərləriniz var, vətən haqqında bir neçə nümunələriniz var. Bunlar mənə elə gəlir ki, tövsiyədir gənc nəsil ifaçılarına ki, daimi ifa olunmalıdır. Çünki biz yalnız belə, necə deyim, təkcə şanlı günlərdə və yaxud o tarixi günlərdə, faciəvi günlərdə deyil, biz bunu daim belə təbliğ etsək, arzu edilən məsələdir. Ümumiyyətlə, nə qədər gözəl olsa həyatımızda, qəşəng günlər yaşayırıqsa, yaddaşdan faciələr, bizim bütün o problemlərimiz, onlar silinməməlidir. Onlar həmişə olmalıdır. Ona görə də bu əsərlər gərək də oradan da səslənsin ki, bizim indi nəsillər dəyişir də, cavanlar böyüyürlər. Və sonra görə deyir də qan yaddaşımızdır. Yəni, əlbəttə, onlar da gərək bilsinlər. Yəni, o yaddaşdan silinməməlidir. Mən sizə təşəkkürümü bildirirəm, hər üçünüzə təşəkkürümü bildirirəm. Bugün qürur verici bir hal olur ki, gənc nəsil yetişir. Bugün bu estafet sağlam şəkildə gələcək nəsillərə ötürülür. Bəzən deyirlər ki, gənc şairlər yoxdur, gənc bəstəkarlar yoxdur. Mən bununla razı deyiləm. Bizim xalqımız çox istedadlı bir xalqdır və bizim xalqımız hər zaman mədəniyyətə, incəsənətə, musiqiyə, ədəbiyyata çox böyük dəyər verən bir xalqdır. Və ona görə mən əminəm ki, bir musiqiçi kimi ki, nə qədər müstəqil Azərbaycanımız var, onun mədəniyyəti, incəsənəti günü-gündən də inkişaf edəcək. Sadəcə olaraq, nə xoş ki, sizin kimi bizim ziyalı musiqiçilərimiz var ki, onlardan bu gənc nəsil nəsə öyrənə bilir, çox şeylər öyrənə bilir. Yəni, sizin zamanında aldığınız təhsil ki, bugünkü nəslə siz onu çatdırırsınız, mən sizə ona görə təşəkkürümü bildirirəm. Minnətdarım sizə. Xocalı soyqırımı əbədi olaraq hər bir Azərbaycanın qəlbində, yaddaşında yaşayır və yaşayacaqdır. Və Azərbaycan bəstəkarlarının əsərləri də əminik ki, hər il məhz bu gündə deyil, mütəmadi olaraq bu əsərlər gənc nəslə təqdim olunacaqdır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının Mədəniyyət kanalının birgə təşkilatçılığı ilə bizi birləşdirən mədəniyyət verilişinin bu dəfəki sayı sona çatdı. Növbəti verilişdə görüşənədək. Sağ olun, salamat qalın.